Qurban Qurbanov üçün deyəsən fərqi yoxdur. Qarabağ hansı turnirdə oynayacaq? Avropa Liqasında yoxsa Konferans Liqasında? Dünənləri çempionatın növbəti turunda Qarabağ öz meydanında Turantovu üzərində 2-1 hesabı ilə qələbə qazandı və demək olar ki, ikinci yerin məsələsini həll etdi. Ancaq burada bir məsələ var. 8 gündən sonra Azərbaycan Kubokunun finalıdır. Sabah Zirə oyunu və Zirə qalib gəlsə, məhz Zirə gedəcək Avropa Liqasına. Belə halda əlbəttə ki, Qurban Qurbanov daha çox Sabah azərkeşlik etməlidir. Çünki Sabahın qələbəsi Qarabağın yolunu Avropa Liqasına açır. Hamıya aydındır ki, Avropa Liqasında çıxış etmək həm mənasında da güclüdür, turnir yüksək səviyyəli sayılır, həm də məğlub olsa Konferans Liqasına qayıtmaq olar. Amma Qurban Qurbanov hər iki komandaya uğurlar arzu etdi və heç bir komandanı seçmədi. Necə deyərlər, 8 gün gözləyək və görək Kubokun sahibi kim olacaq və Konferans Liqasına kim gedəcək?